Iceberg. Bu əhvalat 20-ci əsrin əvvəllərində olmuşdu. Titanic adlı böyük sərnişin gəmisi Atlantik okeanı ilə üzərək Afrikadan Avropaya gəlirdi. Sərnişinlər heç nəyin fikrini çəkməyərək şənlənir, rəqs edirdilər. Axşamdan xeyli keçmiş, hərə öz kayutuna qayıdıb rahat yuxuya getdi. Gecə yarısı adamlar dəhşətli bir gürültü eşitdilər. Gəmi yolunu azmış, icebergə, buz dağına toxunub deşilmişdi. Tezliklə gəmi içindəki adamlarla birlikdə suyun dibinə getdi. Belə buz dağlarının vətəni Arktika, Antarktidanın buzlaşmış adalarıdır. Iceberglər dənizə sürüşən buzluqlardan gürültü ilə qopub ayrılır, küləklərin və axınların təsiri ilə dənizlərdə dolaşır. Qütb günəşinin soyuq şüaları altında yayda bərk vuran buz dağlarının yalnız 1/5 hissəsi suyun səthinə qalxır. Qalan iri hissəsi isə suyun altında qalır. Iceberglərin hündürlüyü bəzi hallarda 150 metrə çatır. Onların buzu həm şirin suludur, həm də kristal kimi təmizdir. Iceberglər bax belə olur.